Dindar insanın yanından keçəndə insan hiss eləməlidir ki, bundan mənə müsbət enerji gəldi. Bu nə qədər şaddır, bu nə qədər sevinir. Bu sevincini gizlədə bilmir. Sevinc bunun üzünə sirayət eləyib. Sevinc ixrac eləməlidir. Sevinc dolub daşmalıdır vücudundan. Və başqaları həsrət çəkməlidir ki, oruç tutanlar keyfdədir, mən o keyfdən məhrumam. İndi belədir. İndi belə deyir, yayın günü yazıqlar oruç tutub. Biz burada keyf eləyirik, o yazıqlar oruç tutub. Həqiqətən də belədir. Biz də deyirik, elə özümüzə deyirik ki, biz yazıqlar da işə düşmüşük. Gözümüz saatda qalır ki, görək neçə saat axşama. Bir də var, yox, sən qərq olmusan orucun ləzzətinə. Başqaları da hiss eləyir. Görür ki, bunların əhval-ruhiyyəsi yaxşıdır. Qift eləyir, deyir, mən bu ləzzətlərdən məhrumam. Din sevincdir. Bunu biz anlamayana qədər dini tanımamışıq. Birdən qulaq asanlar deyər ki, bu özündən söz çıxardır, din sevincdir. Əleyhissalamın sözüdür ki, əd-din huburun, din sevincdir. Din sevinc deməkdir, yəni sevincdən ibarətdir.